Bugün mən İranlıların Azərbaycana dron zərbəsi endirməsi ilə bağlı həm efirə çıxdım, həm paylaşımlar elədim və bəlli oldu ki, Azərbaycanda nə qədər Farsın vələdüz zinası var imiş, nə qədər özündən bir xəbəri varmış, nə qədər Xomeyniyə ağam, atam deyənlər var imiş. Və belə başa düşmək mümkündür ki, söhbət mübarizədən gedirsə, Farsla mübarizə edəcək problem yoxdur. Azərbaycanda yaşayan və Farsı özünə ata, ana, ağa, nə bilim, nə bilənlərlə mübarizə eləmək ən vacibidir. Nə qədərlər bilmək olmur. Nəcis də çoxdur. Nəcis həmişə çoxdur. Və nəcis qədər çox olan o Fars qədələri ki var Azərbaycanda. Fars başlar, molla başlar. Tələsməyin. Heç tələsməyin. Bugünün sabahı da var. Söyüş söyə bilərsiniz, təhqir edə bilərsiniz. Amma bütün bunların hamısı nəyi biruzə verir? Sizdə qram cəsarət belə yoxdur ki, biriniz çıxıb üzbəüz həmin o sözü deyə bilərsiniz. Nə şəkiliniz, nə adınız, nə özünüz, heç nəyiniz bəllidir. Ona görə deyirəm, vələdüz zinasız, mənəvi vələdüz zinalarsız. Cavabınız var, çıxırsınız üzbəüz və sözünüzü deyirsiniz. Söyməyə nə var ki?